İctimai yerlərdə gəzənlərə xəbərdarlıq. Bu şəxslər insanları tora salır. Son zamanlar dünya miqyasında kiberdələduzlar ictimai məkanlarda müxtəlif bəhanələr irəli sürərək vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyir və bu yolla onların biometrik məlumatlarını ələ keçirməyə cəhd göstərirlər. Report xəbər verir ki, bu barədə elektron təhlükəsizlik xidməti məlumat yayıb. Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli video zəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər. Şübhəli hallarla qarşılaşdıqda aidiyyatı qurumlara və ya elektron təhlükəsizlik xidmətinin elektron poçt ünvanı və ya 1654 qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.